Dostlar, hər zaman sosial şəbəkə və ya fərqli ortamlarda siz pasientlərin soruşduğu bir mövzu, vacib bir mövzu var. Acılıq, şəkər neçə olduğu zaman biz diabet diaqnozunu qoyuruq. Bəli, 126 mg desilitr 8 saat acılıqla ölçə bilmişiksə, bu diabet deməkdir. Təbii ki, düz 126 olduğu zaman biz bu diaqnozu qoymaya bilirik. Bunu təsdiq etmək üçün qlikohemoqlobin, 3 aylıq şəkər və ya şəkər yükləməsinə ehtiyac qala bilər. Bir də toxluq şəkərin miqdarı ilə əlaqədar bir məlumat var. Qanda şəkərin miqdarı yeməkdən ikinci saatda 200 üzəridirsə, bu yenə də diabet olaraq təyin olunur və ya ümumiləşdirdikdə sutkanın hər hansı bir vaxtında aclıq və ya toxluq 200 mg desilitr biz şəkər ölçmüşüksə, o deməkdir ki, sizdə diabet diaqnozu qoyulur.